Salam, hər vaxtınız xeyir olsun. Əziz Instagram və TikTok dostlarım, sizin hamınızı xoş gördüm. Mən bu günləri Əkizlər Bürcün ekrana dəvət eləmək istəyirəm. İzləməyə dəvət eləmək istəyirəm. Və sizin hər birinizə də qulaq asmağı məsləhət görürəm. Bugün mən özümə aid olan bir otaqda oturmuşam ki, ora özümdən başqa heç kim girə bilmir. Yalnız özümə məxsus bir otaqdır bura. Bu otaq mənim ürəyimdəkiləri yaradana çatdırmaq üçün öz şəxsi otağımdır ki, mən bu otağı heç vaxt qoymuram ki, kimsə gəlsin, başqa bir mənfi enerji ilə korlasın. Sizə göstərirəm, ancaq baxa bilərsiniz. Bu otaq şəxsən mənə aiddir. Mənə aiddir. Yəni, bax, ancaq mənə aiddir bu otaq. Bunu da göstərim sizə bir dəqiqə. Bax, bu otaq ancaq mənə aiddir. Bu otaq ancaq mənə aiddir. Və bu otaqda ancaq mən və, bax, görürsünüz ki, ancaq təbii xalçalarla buranı eləmişəm ki, yalnız yerdə otururam mən. Ona görə də sizin hamınıza təşəkkür edirəm məni izlədiyiniz üçün. Bəli, mən Əkizlər Bürcüyəm. Sabah bugün 17'si paylaşıram. Artıq 17'si 18'ine keçən gecə mənim doğum günümdə. 60 yaşım tamam olur. 1966 ildə 18 iyunda anadan olmuşam. Və ümumiyyətlə bütün Əkizlər Bürcü altında doğulanları təbrik edirəm. Və özümü təbrik edirəm. Və nə yaxşı ki, mən doğulmuşam. Mənim gözəl ailəm, gözəl balalarım, gözəl ətrafım var. Mənim hamıdan uca Allahım var. Və həyatıma hansı acılıq, şirinlik, günlər gördümsə həyatımda Allahıma şükürlər edirəm. Acı günlərdə yaşadım, şükürlər olsun Allaha. Xoş günlərdə yaşadım, şükürlər olsun Allaha. Və həyatda mənim heç vaxt düşmənim yoxdur və düşmənim olmayıb. Amma məni sevməyənlər də varsa, o sevməyənlərə də buradan deyirəm ki, Allah sizi qorusun. Məni sevməyənlərə də Allah gözəl günlər qismət eləsin. Məni sevməyənlərin də Allah balalarını saxlasın. Məcbur deyirlər ki, məni sevsinlər. Məni Allahım sevsin, yetər. Və mənə pislik edənlərə deyirəm, təşəkkür edirəm mənə pislik etdiyinizə görə. Bu yaşımda sizin qarşınızda baş əyirəm, mənə pislik etdiniz. Bəli, mənə pislik etdiniz. Bir daha təşəkkür edirəm. Çünki mən özüm şərait yaratdım ki, bəzi insanlar mənə pislik etsin. Günah mənim özümdədir. Çünki mən imkan verdim, mənə pislik etdilər. Ona görə də əgər bəzi insanlar mənə pislik etməsəydi, mən daha möhkəm, təməlli, ayağımı yerə möhkəm basan İlham Mirzəyev olmazdım. Şükürlər olsun bu günə, şükürlər olsun bu günə. Əzizlərim, Əkizlər Bürcü altında doğulan insanlar Allaha bağlı insanlar olur. Əkizlər Bürcü altında doğulan insanlar mərhəmətli insanlar olur. Əkizlər Bürcü altında doğulan insanlar çox gözəl keyfiyyətlərə malik olur. Əkizlər Bürcü altında doğulan insanların gecə yatarkən beyni yatmır. Nə olacaq, necə olacaq, nə yiyəcəm, nə tər eləyəcəm, sabah nə olacaq, bir gün nə olacaq, o bir gün nə olacaq, bu bir gün nə olacaq, bir də görür ilan vuran yatır, səhər ayılır bu adam yatmır.
Çünki ürəyi ilə, beyni ilə danışır əkizlər bürcü altında doğulanlar. Çox vaxt əkizlər bürcü altında doğulanlar öz göz yaşlarıyla, yataraq göz yaşlarıyla dururlar. Çünki Allahdan başqa onların deyiləcək sözü yoxdur. Əkizlər bürcü altında doğulan insanları mələklər qoruyur. Əkizlər bürcü altında doğulan insanların Allah Taala ilə rabitəsi var. Əkizlər bürcü altında doğulan insanlar bir dəfə desə, ya Allah, ya Rəhman Allah, ya Rəsul Allah, səndən başqa heç kimim yoxdur ha. Sənsən mənim dayağım, sənsən mənim köməyim. Bundan başqa heç nə lazım deyil. Və əkizlər bürcünün duaları qəbul olur. Sadəcə əkizlər bürcü altında doğulan insanların dəyəri bilinmir. Nə qohum yanında, nə qardaş yanında, nə əqrəba yanında, nə dost yanında. Çünki niyə görə əkizlər bürcünün etdiyi yaxşılıqlar həmişə pisliklə cavablandırır. Əkizlər bürcünün qəlbi qırılır, əkizlər bürcünün ürəyi sınır, əkizlər bürcünün gözü yaşlı qalır, əkizlər bürcünün demək olar ki, bütün dünyası altı üst olur. Nədir ki, dəyər verdiyi insanları başında otuzdurur və sonra başından da düşürdəndə həmən insanlar əkizlər bürcünü təpikləyir. Ona görə də əkizlər bürcü altında doğulan insanlar sizə məsləhət edirəm. Məsləhət verirəm, mənim bu məsləhətimə qulaq asın. Heç vaxt acılı şirinli günlərdən yorulmayın. Allaha şükürlər etməkdən yorulmayın. Allaha dualar etməkdən yorulmayın. Sizi eşidəcək Allah var. Sizə dəstək olan Allah var. Sizə kömək edəcək Allah var. Sizin arzu niyyətlərinizi çatmaq üçün sizə əl uzadan, sizə işıqlı yol göstərən Allah var. Əgər Allah bir adama dəstək olursa, bəndələr ona neyniyə bilər? Allah bir adamı yıxırsa, bəndələr ona neyniyə bilər? Yəni, Allah bizi yıxmasın. Və əkizlər bürcü altında doğulan insanlar onu bilin ki, sizin alqışınız da, qarğışınız da Allah yanında qəbul olur. Və mən 23 il Azərbaycan Dövlət Televiziyasına, Azərbaycan Televiziyasına, Azərbaycan incəsənətinə, mədəniyyətinə xidmət elədim. İnanın Allaha, bir dənə sənət adamları deyə bilməz ki, mən onlardan nəsə umacağım oldu. Nəsə onların nəyinə görəsə mən onlara efirlər, indi qabaqçı kimi deyil, indiki kimi deyil idi ki, efirlər açılsın, kim istəyir efirə çıxsın. Vaxt olub mənim tale yolları verilişimdə, etiraf verilişimdə xalq artistləri, əməkdar artistləri növbəyə dayanıblar. Amma mən təmənnasız olaraq hamısını sevmişəm və mən heç kimdən də pislik görməmişəm və yenə də sevirəm. Allah sənətimizi, incə sənətimizi yaşayanları saxlasın və onlara kömək olsun. Və cavanları da maşallah görürəm və heç vaxtda heç bir aparıcıya qibtə eləməmişəm. Niyə də qibtə eləməliyəm ki? Çünki vaxtında mən İlham Mirzəyev Azərbaycanın ən populyar, ən tanınmış simalarından, aparıcılarından biri olmuşam və bugün də öz mövqeyimi qoruyub saxlamışam. Niyə görə? Xalqın mənə verdiyi dəyərə görə. Bu günləri dükanda, bazarda, eldə, obada, xeyirdə, şərdə gedəndə hamının mənə olan hörməti, mənə olan istəyi onu bildirir ki, bəli, vaxtında, zamanında mən Azərbaycan mədəniyyətinə, Azərbaycan elminə, Azərbaycan incəsənətinə xidmət etmişəm və layiqincə qiymət etmişəm və heç vaxt orada təmənna güdməmişəm ki, mən burada nələr eləyim ki və nələr eləyim. Xeyr, mən ancaq istəmişəm Azərbaycan tamaşaçılarına layiqli, savadlı, ağıllı və gözəl sənət nümayiş elətdirim və incəsənət xadimlərinin etiraflarının həyat və yaradıcılığına baş vuraq və onları tamaşaçılarımıza çatdıraq. Mən inanıram ki, özümə bax, bugün hesabat verdim. Xoşbəxtəm, çox xoşbəxtəm. Əgər dost dediyim insanlardan yarımadımsa, bu da mənim öz günahımdır. Kömək elədiyim insanlardan yarımadımsa, bu da mənim öz günahımdır. Yıxılana əl tutdumsa, çörəyimə nankör oldularsa, bu da mənim öz günahımdır. Və kimlərə dəstək oldumsa, maddi və mənəvi cəhətdən dəstək oldumsa, itirdilərsə haqqımı, bu da mənim öz günahımdır. Və mənə müxtəlif
torlar, tələlər, nə bilim, nələr qurdular və bugün nankör çıxan insanlar oldu. O da mənim öz günahımdır. Eybi yoxdur, canlar sağ olsun. Əsas odur ki, Allah hamıya can sağlığı versin. Allah sevdiklərimizi bizə çox görməsin. Və əkizlər bürcü altında doğulan insanlar, mənim bu dediklərim öz həyat təcrübəmdən götürmüşəm. Çünki mən psixologiya üzrə fəlsəfə doktoruyam, doçentəm, mənim yazdığım əsərlər var, mənim yazdığım kitablar var. Bu günləri Axundov adına kitabxanaya gedə bilərsiniz və oradan İlham Mirzəyevin kitablarını əldə edə bilərsiniz. Orada mənim yazdıqlarım var. Çünki niyə görə? Mən tədqiqat aparan bir alim, elm adamı olmuşam. Amma televiziyada ilişib qalmışam. Amma elmdən yanaşı televiziyayla da məşğul olmuşam. Televiziyayla yanaşı elmlə də məşğul olmuşam. Ona görə də əkizlər heç nədən narahat olmayın. Əkizləri ancaq gözü yaşlı qoyan onların saf ürəkləridir. Əkizlərin işin yarımçıq qoyan onların ürəkləridir. Əgər əkizlər bürcü altında doğulan insanlar ürəklərinin yox, hisslərinə və ağıllarına inansalar, qabağa getsələr, onlar uğur, xeyir, şans və gözəl günlər əldə edə bilərlər. Sadəcə əkizləri onların inandıqları üçün, hamıya inandıqları üçün onların ürəkləri aldadır. Və xahiş edirəm əkizlər bürcü altında doğulan insanlar, ürəyinizin sözünə qulaq asmayın. Sizə verilən 6-cı hisslər var, bəsirət gözü var, ona qulaq asın və inanın ki, hər bir işiniz uğurlu, xeyirli olacaq. Və mən özümün öz çətin günümdə, dar günümdə belə bir şeirlə yazmışam, onun bir kupletini demək istəyirəm. Dara düşüb darxanda, mən Tanrıya üz tuturam. Kara düşüb çarxanda, mən Tanrıya üz tuturam. Zirvələrə ucalanda, sözüm məndən öz alanda, haqq, ədalət ovlanda, mən Tanrıya üz tuturam. Mən Tanrıya üz tuturam. Tanrı sizə kömək olsun. Və bütün əkizlər bürcü altında doğulanların hamısını təbrik edirəm. Və ayın 17-si elə bugün bizim dəyərli sənətkarımız Elnarə Abdullayevanın doğum günüdür. Elnarə xanım, sizi təbrik edirəm, bağrıma basıram. Bizim dəyərli, əziz sənətkarımız, qeyrətli və həyatını bu sənətə qurban verən, öz həyatını həmişə xalqına, elinə, obasına qurban verən dəyərli ana, dəyərli xanım, dəyərli bacı, dəyərli dost, əsl Azərbaycan xanımı, Elnarə xanım Abdullayevanı təbrik edirəm. Ona uzun ömür, can sağlığı arzu edirəm. Və Elnarə xanımın simasında da bütün əkizlər bürcü altında doğulanların hamısını təbrik edirəm. Və mənə də təbrik edirsinizsə, nə xoş mənim halıma. Çünki sabah da 18-i də mənim ad günümdür, doğum günümdür və bu münasibətlə məni təbrik edən bütün insanlara mən də deyirəm, Allah sizi qorusun və yaxşı ki varsınız, yaxşı ki mən də doğulmuşam, yaxşı ki mən də varam, yaxşı ki İlham Mirzəyev adlı bir insan bu dünyada yaşadı və bir insan bu dünyadan nə vaxtsa gedəcək. Allah gecindən eləsin, Allah hamımızın ürəyindəki arzularımıza çatdırsın və məni təbrik edənlər, mən də hamınıza öz təşəkkürümü indidən bildirirəm. Öpürəm sizi, bağrıma basıram. Əkizlər bürcü altında doğulan insanlar narahat olmayın. Bu ilin sonuna qədər öz arzu niyyətlərinizi çatacaqsınız. Allaha əmanət olun və gələn paylaşım artıq xərçəng bürcü altında doğulanlardır. Xərçəng bürcü altında doğulanların xüsusi bir sürprizi var, onları da deyəcəm. Sağ olun, Allaha əmanət qalın və onu da deyim ki, Məhərrəmlik ayı olduğuna görə mən İmam Hüseyin aşiqiyəm, mən Əhl-i Beyt aşiqiyəm, mən Məhərrəmliyin nə olduğunu dərk edirəm və ona görə də heç bir tədbir, heç bir yubiley günü, heç bir ad günü, doğum günü qeyd etmirəm. Allaha əmanət olun, sağ olun, sağlıqla qalın.